Düşünürəm ki, bu reseptdən sonra hər kəs ideal bulkalar hazırlayacaq. Bir neçə püf nöqtəsi var ki, indi sizə izah edəcəm. Əvvəlcə suyu, şəkəri, unu və mayanı qarışdıraq ki, maya aktivləşsin. Sonra yumurtanın ağını əlavə edib sarısın üzəri üçün ayıraq. Duzu, vanili və ilıq halda olan südü də əlavə etdikdən sonra duru yağı da əlavə edib qarışdıraq. Bunun bir hissəsini əlavə edib qarışdırıb daha sonra geri qalan hissəsini əlavə edib yumşaq, azca ələ yapışan xəmir yoğuraq. 30 dəqiqə mayalandırdıqdan sonra üzərini açıb havasını alıb təkrardan üzərini örtüb mayalanmağa burax. Bu halda sizin xəmirinizin teksturası çox gözəl olacaq. Nə qədər yumşaq olsa da ələ yapışmayacaq. Xəmiri 20 bərabər kündəyə bölək. Üzərini örtək ki, kündələr mayalansın. Gördüyünüz formada açıb içlikdən əlavə edək. Yemə nişasta və ya manlı yarması əlavə edib 5 dəqiqə qaynatmaq lazımdır ki, axışqanlığı olmasın. Üzəri üçün onun üzərinə şəkər, yağ əlavə edib omac hazırlayın. Əti ilə kənarlarını kəsib forma verib yumurta sarısı çəkib omacdan səpdir. Dadlı reseptlər üçün izləmədə qal.